İndi isə sorğuların əlavə edilməsi ilə bağlı xüsusiyyətə nəzər sala bilərik. Append queries, yəni sorğuların əlavə edilməsi bu işdə bizə yardım edəcək. Kiçik bir slayd vasitəsilə ona nəzər salaq. İlk növbədə əlimizdə düşünək ki, sorğu bir adında sorğumuz mövcuddur. Bu cədvəldə məhsul, miqdar və il adında 3 sütun və 2 sətr vardır. Məhsul adı hər iki sətirdə kitabdır və miqdarlar isə illərə görə dəyişir. Bundan əlavə sorğu 2 adlı ikinci sorğumuz vardır. Burada da eyni sütunlar qarşımıza çıxır. Sadəcə illər və miqdar fərqlənir. Yəni cədvəl quruluşu hər ikisində eynidir. Bu tip hallarda layihə hazırlayarkən iki sorğu, yəni iki cədvəl ilə işləmək əvəzinə onları bir cədvəldə birləşdirib işləmək daha məqsədə uyğun olacaqdır. Bəs bunu necə edə bilərik? Məhz bu zaman append queriesdən istifadə edirik. Əlavə et, yəni append sadəcə iki fərqli sorğudan sətirləri əlavə edib yeni bir sorğuya birləşdirməyimiz deməkdir. Lakin hər iki sorğuda həm sütun miqdarı, həm də onların adları eyni olmalıdır. Slaydda gördüyünüz kimi hər iki sorğuda 3 sütun var və eyni adlanırlar. Slayd vasitəsilə biz nəzəri hissəyə toxunduq. İndi isə praktiki olaraq bu əməliyyatı edə bilərik. İlk növbədə layihəmizə qaydırıq. Hazırda əlimizdə 3 sorğu vardır. Bu sorğuların hər üçündə sütun sayı və adları eynidir. Qısaca yoxlaya bilərik. İkinci sorğumuzda da eyni sütun adları var. Həmçinin üçüncü sorğuda da eyni sütun adları vardır. Deməli, bu 3 sorğunun bütün məlumatlarını bir cədvəldə və ya sorğuda birləşdirə bilərik. Bir daha qeyd edim ki, sütun adları və miqdarı bütün sorğularda eyni olmalıdır. Əks halda bu xüsusiyyət çalışmayacaqdır. Home tabında olan Append Queries işarəsinə klik edirəm. Qarşımıza iki seçim çıxır. Sorğu əlavə et, Append Queries, bir də Append Queries as new, yəni yeni sorğu kimi əlavə et. Bunların əsas fərqi budur ki, sorğu əlavə et seçimi başqa bir sorğudan məlumatları hazırda seçdiyimiz sorğuya əlavə edir. Yəni mən birinci sorğunu seçmişəm, digər sorğuları həmin birinci sorğunun üzərinə əlavə edəcək. Lakin digər isə yeni bir sorğu yaradır. Hər iki seçimə baxacaq. İlk növbədə yeni bir sorğu yaradaraq davam edək. Qarşımıza yeni bir pəncərə açıldı. Burada əlavə etdiyimiz sorğu sayını bizdən soruşur. Əlimizdə 3 sorğu olduğu üçün 3 or more tables seçməliyik. Lakin mən hələlik 2 cədvəli seçirəm. İlk sorğunu burada avtomatik əlavə edib gördüyünüz kimi, ikinci cədvəl isə bizdə ikinci sorğu olacaq. Onu əlavə edib ok klik edirəm. Gördüyünüz kimi yeni bir sorğu yarandı və ilk iki sorğunu bu bir sorğuda birləşdirmiş oldu. Time sütununda filtr işarəsinə klik edib load more desək. Gördüyünüz kimi 2049-a qədər olan illəri əhatə edir. Ok klik edirəm. Yeni yaradılan sorğunun adını həm properties hissəsindən, həm də buradan biz dəyişə bilərik. Mən properties hissəsində dəyişirəm. Population qoyacağam. Gördüyünüz kimi yeni yaradılmış sorğunun adı da dəyişilmiş oldu. Yenidən bu sorğu üzərində üçüncü sorğumuzu da əlavə edə bilərik. Bunun üçün Merge Queries yenidən klik edirik və buradan Merge Queries hissəsini seçirik. Üzr istəyirəm, Append Queriesdən istifadə etməliyik. Merge Queries'ə təlimin digər video dərsliklərində toxunacaq. Append Queries deyirik. Qarşımıza əlavə etməli olduğumuz bizdən sorğunu soruşur. Həmin pəncərə açıldı. Population 2050, 2100 ok seçib, onu da ok klik edirik və yenidən bu sütun üzərində biz load more desək. Həmin dataların, həmin sorğunun datalarının da bura əlavə edildiyini biz görmüş olacaq. Niyə əlavə edilmədi bu? Gördüyünüz kimi hal-hazırda əlavə edilib. Hal-hazırda 2100-ə qədər əlavə edilib. Yeni yaratdığımız sorğu, yəni population adlı sorğu 3 sorğudan bəsləndiyi üçün bu sorğuları biz silə bilmərik. Yəni hal-hazırda mən birinci sorğu üzərinə gəlsəm, sağ klik deyib delete klik etsək, gördüyünüz kimi belə bir xəbərdarlıq mesajı çıxır və biz bu sorğuları silə bilmirik. Həmçinin digər sorğulara da bu aiddir. İkinci sorğuda da biz yoxlaya bilərik bunu.
delete klik etsək, həmin mesajı yenidən almış olacaq. Sorğuların əlavə edilməsini öyrənmiş olduq. Növbəti dərslərdə görüşənədək.